Xoş gördük, hörmətli izləyicilər, Azad media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Xatırlayırsınızsa, dünən yox sırağa gün Azərbaycanda yaşayan, əsasən də Bakıda yaşayan gözdən əlillər, əngəlli insanlar Azərbaycan Respublikası Gözdən Əlillər İctimai Birliyinin qarşısında mənzil problemi ilə bağlı çıxışlar elədilər. Və həmin vaxt mən cəmiyyətin sədri Səmiyar Abdullayevlə qarşı tərəf olaraq münasibət öyrənmək istəsəm də, məlum VUF-la bağlı, VUF-13 ilə bağlı tədbirdə olduğuna görə biz bu münasibəti bugün həyata keçirdik. Bildiyimiz kimi Səmiyar Abdullayev uzun illərdir ki, Gözdən Əlillər Cəmiyyətinin sədridir. Gözdən əlillərin həyatının yaxşılaşdırılması istiqamətində bir sıra xidmətləri var və çalışır ki, deməsinə görə, bugün də Gözdən Əlillər Cəmiyyətinin üzvlərinin problemləri olmasın. Amma hər bir yerdə iş varsa qüsur da var və ya hər bir yaxşı işdən hər zaman narazı olan da var. Eyni zamanda da bu bizim Gözdən Əlillər Cəmiyyətinin üzvləri arasında var. Ola bilər ki, kimsə görülən işdən razıdır, ola bilər kimsə narazıdır. Bəs bu narazılıqların səbəbləri nədir? İndi bütün biz bunlara Səmiyar müəllimlə aydınlıq gətirəcəyik. Səmiyar müəllim, xoş gördük. Xoş gördük, Günah. Səmiyar müəllim, yəqin ki, baxmısınız siz öz üzvlərinizin çıxışlarına dünən yox sırağa gün. Bəli, baxmışam. Ayın 14-də, mayın 14-ü günü olan çıxışlar. Bununla bağlı nə deyə bilərsiniz? Günah xanım, ilk öncə sizə minnətdaram ki, Azərbaycanda həqiqətən obyektiv jurnalistika sahəsində çalışan bir insansınız. Yəni bugün təbii ki, bizim bu fikirlərimizi şəxsən cəmiyyət rəhbərliyi olaraq mənim fikirlərimi də ictimaiyyətə təqdim etdirilməsi üçün bizim ofisə təşrif buyurdu. Bir daha təşəkkürümü bildirirəm. Biraz xanım, deməli bugün Azərbaycanda, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ölkədə 50 minə yaxın gözdən əlilli yaşayır. Biz cəmiyyət olaraq ictimai birlik və ictimai birliyində bir statusu var. Və ictimai birlik Azərbaycan Respublikası İctimai Birliklər Fondlar haqqında qanuna əsasən fəaliyyət göstərən bir təşkilatdır. Biz hər hansı bir dövlət təşkilatında maliyyə də almırıq. Sadəcə olaraq bu çətin şəraitdə buna baxmayaraq biz fəaliyyət göstəririk və bu sadal dediyiniz kimi bir çox layihələrə də imza atmışıq. Bəli, Sovet dövründən sonra gözdən əlillərə ev verilməsi dayandırılmışdı. Bəli, ev də ümumiyyətlə cəmiyyət də bərbad vəziyyətində idi. Gözdən əlillərin sosial təminatı, pensiya təminatı çox ağır bir vəziyyətdə idi. Həmin dövrdə mən rəhbərliyə gələndən sonralarla bağlı problemlər var idi. Həmin zaman dərhal mən hökumətə müraciət elədik, dövlət qurumlarına ki, gözdən əlilliyi olan insanların pensiya müavinəti artırılmalıdır, bu kateqoriya dəyişdirilməlidir. 2005-ci ildən sonra gözdən əlillər xüsusi bir kateqoriyaya, şəhid ailələri və qazilərə aid olan bir kateqoriyaya salındı. Bugün ölkədə əlilliyi olan insanlar içərisində ən yüksək əmək pensiyası alan gözdən əlillərdir. Bu və təbii ki, cəmiyyətin və dövlətimizin əlilliyi olan insanlara göstərdiyi qayğı və diqqətdir. Təbii ki, bugün bu problemləri biz ictimai bir qurum olaraq vaxtaşırı dövlət qurumları qarşısında qaldırmışıq. Müvafiq nazirliklərlə müzakirələr aparmışıq. Digər dövlət qurumları ilə bu məsələlərin həll olunması, bu təhsil məsələləridir, məşğulluq məsələləridir. Ümumiyyətlə, mövcud gözdən əlillərin üzləşdiyi bütün problemlər vaxtaşırı bizim tərəfimizdən qaldırılır və biz çoxlarına da artıq biz... Baxmayaraq ki, qeyri-hökumət təşkilatsız. Bəli, halbuki bizim belə bir öhdəliyimiz yoxdur. Ancaq mən cəmiyyət rəhbərliyi olaraq, ümumiyyətlə, sosial sahə bilirsiniz ki, ən ağır sahələrdən biridir. Bugün təbii ki, müəyyən problemlər var, müəyyən çətinliklər var. Bütün problemlərin bir gündə həll olunması da qeyri-mümkündür. Ən əsas məsələlərdən biri, biz baxdıq ki, o zamanlar bu mənzil məsələsidir. Mən bu məsələni, mən 2002-ci ildən bu cəmiyyətin rəhbərliyində çalışıram. Vaxtaşırı dövlət qurumları qarşısında qaldırdım bu məsələni ki,
vaxtilə Sovet dövründə Nərimanovda Faiq küçəsində ərazidə bir yer vardı. Qalmışdı, katlavan qazılmışdı, belə bir su basmışdı oraları, belə bir ərazi vardı. Bu ərazini də kənar şəxslər zəbt eləmək istəyirdilər. Açıq deyək. Mən bunun üzərinə düşdüm. Həmin şəxslərlə çox böyük mübarizə aparmışam. Bunu bilən gözlənənlər, vicdanları varsa deməlidirlər. Və böyük çətinliklərlə biz orada Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə, o vaxt Maliyyə Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinə vəsaiti ayırdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmağına baxmayaraq 4 girişli bir 90 mənzilli bina tikildi. Və gözdən əlillərin istifadəsinə verildi. Yataqxanalarda çətin həyat şəraitində yaşayan bütün gün bir komissiya yaradıldı. Komissiya araşdırdı ki, həqiqətən çətin vəziyyətdə olan bu insanlar var, bunlara verildik. Ondan sonra həmin ki bugün iddia edilir ki, gözdən əlillər ki, bunların torpağını mən satmışam. Nə bilim, evləri kənar şəxslərə satmışam. Bilirsiniz, insanın əlində bir fakt olmalıdır. Axı bu məsələlər sabah hər hansı bir məhkəmə instansiyasında araşdırılanda həmçinin bildirmək istəyirəm ki, həmin o şəxslər bizi cəmiyyət olaraq məhkəməyə veriblər ki, orada onların mənzil hüquqları pozulub. Bugün də həmin bizə media vasitəsilə təsir göstərirlər, həmin deyək ki, dövlət qurumu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bilirsiniz ki, Nazirlər Kabinetinin qərarı var, Cənab Prezidentin göstərişinə əsasən 15 avqust 21-ci ilə qədər mənzil növbəsində olan vətəndaşlar bugün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Bugün bilirsiniz ki, şükürlər olsun ki, torpaqlarımız alındı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və bugün müəyyən məcburi köçkünlərin köçürüldükcə həmin binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. O binalarda qazilər, şəhid ailələri, vətən müharibəsi qəhrəmanları, milli qəhrəmanlar və gözdən əlillərin də bu kateqoriyaya salınması üçün biz cəmiyyət olaraq, mən cəmiyyət rəhbərliyi olaraq inanın ki, o qədər çətinliklərdən keçmişəm ki, burada Cənab Prezidentə mən minnətdaram ki, həmin kateqoriyaya bizim salınmasında dəstək oldu və burada da müəyyən ədalətlə yanaşmaq lazım ki, müəyyən məmurların da dəstəyi oldu. Və 15-ci ildə də bir bina tikdik, 132 mənzilli, həmin o torpaq deyilən ərazidə 132 mənzilli, o da böyük bir çətinliklərlə başa gəldi. Biz bu binanı da tikdik, bunların istifadəsində verdik. Orada müəyyən bir boş ərazi qalmışdı. Mən artıq gördüm ki, bilirsiniz, biraz deyir o məscidin qapısı üzr istəyirəm açıq olanda adamın ayıbı. Dedim ki, hər dəfə də bu dövlətin problemləri var, digər əlillər var, ölkədə qazilər var. Nə qədər onda vətən müharibəsi olmamışdı. Problemli insanlar çox, dövlət yeni ayaq üstə durur, çətinliklər çox. Azərbaycan bilirsiniz də ümummilli lider hakimiyyətə gəlindən sonra 93-də hansı proseslərdən biz keçmişik. Azərbaycanın ərazi bütövlüyünün qorunması, itirilmiş torpaqlar, ölkədə olan məcburi köçkün problemləri, bunların sosial müdafiəsi təbii ki biz həmin vaxtı birbaşa Cənab Prezident o binanın açılışında öz ad günündə ölkənin vitse-prezidenti Mehriban xanım Əliyeva ilə iştirak edib. Biz müraciət elədik ki, bizim bu binanın qabağında açıq olan boş bir ərazi var. Burada bir investorlara müraciət eləyək. Burada bir dövlətin vəsaiti deyil, qeyri-dövlət vəsaiti ilə binalar tikilsin. Və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət elədik. Bakı Şəhər İcra Hakimiyyəti qəbul elədi. Təbii ki, oradan da sizə ev mənzillər veriləcək. Bəli. Deməli, nəzərdə tutulurdu Gülnaz xanım, 5 girişli yaşayış binası orada. Bakı Şəhər İcra Hakimiyyətinin o vaxt səlahiyyətinə aid idi bu tikintilərin verilməsi. 2017-ci ildə Bakı Şəhər səhv etmirəmsə İcra Hakimiyyətindən biz ilkin layihəni vermişdik. 5 girişli tibbi ekspertizadan da Fövqəladə Hallar Nazirliyindən də bütün razılaşmaları almışdıq. Və müqabilədə də bizə 75 mənzil verilməli idilər. Bir də qeyri-yaşayış sahəsi bizim ofisimiz olması üçün. Sonradan Bakı Şəhər İcra Hakimiyyətindən bu səlahiyyətlər alınıb Şəhər Salma Komitəsinə yaradıldı, Şəhər Komitəsinə verildi. Orada təbii ki, şəhərin qorunması, şəhərin baş planına uyğun olaraq şəhər salma yeni qaydalar tətbiq etdi. Yeni qaydalar nədir? Koefisientlər tətbiq etdi. Və biz
nə qədər mən israr eləsəm də, təbii ki, bu məsələ öz həllini tapmadı. Dedilər ki, Səmiyə müəllim, ümumi qaydalar budur, mövcud tələblər budur. Biz bu kapsetdən artıq istəv edə bilmərik. 5 girişli binaların, deməli, bir dənə 16 mərtəbə əvvəl Bakı şəhər icra hakimiyyəti icazə verdi, o dövrdə tikdik. Binanın biri demək olar ki, təmiz ləğv edildi. Hər binanın da 3-4 mərtəbəsi kəsildi. Burada da təbii ki, sahibkarın da, yəni ki, burada vəsait qoyur bu insan. Tikir. Yəni, özü də bir vəsait qazanmalıdır bizə. Nəsə, müqavilədə azalmalar baş verdi. 57 mənzil. Və bu 57 mənzili də biz bugün gözdən əlilliyi olan insanlara paylamışıq. Bunlar israr edirlər ki, həmin mənzillər kənar şəxslərə satılır. Bu bilirsiniz, bu heç bir hüquqa əsaslanmayan bir iddialardır. Verilən qədər gözdən əlilliyə paylanır. Bəli, yetərincə tək Nərimanov. Bunlar ancaq Nərimanovda yaşayırlar. Deyirlər ki, hansı cəmiyyət nə layihə keçirirsə bizi əhatə eləməlidir. Axı, bu cəmiyyətin digər rayonlarında da yaşayan, dediyim kimi 50 minə yaxın üzvü var. Bugün 1000-dən çox gözdən əlil, 1200-ə yaxın, 1300-ə yaxın gözdən əlil yerli icra hakimiyyətlərində mənzil növbəsindədir. Sosial Xidmətlər Agentliyinin bugün həmin dediyim bayaqki sərəncam 21-ci il 15 avqust sərəncamına uyğun olaraq da 500-dən çox gözdən əlil artıq mənzillə təmin olunub. 57 mənzil bizim tərəfimizdən artıq paylanılıb, təmin olunub. 600-ə yaxın demək olar ki, mənzillər veriblər. Bugün bizim Nərimanovda, Keşdədə və yataqxanada qeyri-yaşayış sahəsində yaşayan müəyyən bir insanlar var. Bilirsiniz ki, mənzil məcəlləsinə uyğun olaraq normalar müəyyənləşdirilir ki, mənzillər verilərkən ailə tərkibinə uyğun müəyyənləşdirilir. Bugün əsasən bu ailələrin bir çoxu 1 və 2 otaqlı mənzil növbəsindədirlər. Və 1 və 2 otaqlı mənzillər bu günləri Nazirliyin balansında yoxdur. Mən dəfələrlə də bu məsələni qaldırmışam. Hətta özləri də o günlər Nazirliyə gediblər, Sosial Xidmətlər Agentliyinə. Çox orada eşitsinlər buradan mən onlara bildirirəm. Orada biabırçı bir hərəkətlər çıxardıblar. Dövlət qurumlarını, gedirlər orada məmurları təhqir edirlər. Müəyyən şəxslər var orada ki, bu insanları mən qınamıram. Məsələn, o gün bizim ofisə gələn insanları mən hamısını tanıyıram. Mən burada eləmişdim hamısını ki, təhqir eləmək olmaz, tənqid eləmək olmaz. Məsələn, bu uşaqları gedirlər, o uşaqlar Sosial Xidmətlər Agentliyinə ki, nə vaxt mənzillər verilirdi, kənar şəxslər digər gözlənirlər, halbuki vaxtilə 2 dəfə, 3 dəfə ev alıblar, hər dəfə mənə qarşı şantaj aparırlar. Yox, biz də verməmişik, dövlətdən də alıblar, şantaj eləyirlər. Zaten özləri arxada gizlənib, gedib bu gözdən əlillər ki, halbuki bu insanların problemi həll olunmalıdır. Siz bu insanların problemini həll etmək əvəzinə gedirsiniz, çaxnaşmalar yaradırsınız, dövlət qurumunda təxribatlar yaradırsınız, hər hansı bir məmura qarşı şantaj kampaniyası aparırsınız, cəmiyyət rəhbərliyinə qarşı şantaj kampaniyası aparırsınız. Bugün Sosial Xidmətlər Agentliyində şəffaf bir prinsip həyata keçirilir. Bugünlər nə deyirik? Biz bunlara da söyləmişik keçən dəfədə mən müsahibələrimdə ki, bu ilin sonuna qədər həmin bu şəxslər də bunları qeyri-yaşayış sahəsi ilə biz təmin eləmişik. İnsanlar var, küçədə qalış yer tapmır ki, nasıl qalın yaşamağa. Bəli, düzdür. Bugün siz jurnalistsiniz. Neçə ildir jurnalistikada əməyi olan bir insansınız. Evim yox. Bir eviniz yoxdur, bilirəm kirayədə qalırsınız. Yaxşı, bugün sənin heç olmasa bir daxman varsa da, bir səbirli ol da 3 ay, 5 ay gözləyən ki, sənə bu evindən təmin olunacaqsan. Yoxsa gedib belə ajantaj yaratmaq, media vasitəsilə, dövlət qurumlarına, cəmiyyət rəhbərliyinə qarşı, nazirliyin əməkdaşlarına qarşı əsassız iddialarla çıxış eləmək heç kimə haqq vermir. Hər bir vətəndaş əgər hüququ pozulubsa, üçün məhkəməyə müraciət eləsin. Siz məhkəməyə müraciət eləmişsiniz, düzdür, cəmiyyəti məhkəməyə vermişsiniz. Məhkəmədə bütün bu, fərdi olaraq da bir neçə gözdən əlil bizi məhkəməyə vermişdi. Məhkəmələr tərəfindən təbii ki, bu rədd edilib. Bu günlər bu insanlar məhkəmə öncəsi bu cür təsirləri göstərərək, ki, məhkəməyə təsir göstərəcəklər ki, belədir, elədir. Axı, bizdə mənzil fondu yoxdur bu günləri. Bugün bu siyasəti həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyidir. Bu xidmət də nədir ki? Deyir ki, bu günləri bilirsiniz ki, Nazirliyin balansında məcburi köçkünlərdə 3 otaqlarda problem yoxdur. Hətta o şikayətçilərin içərisində Nazirlik tərəfindən ev verilib. Bugün bəzilərində 3 otaq düşür. Təklif edirlər ki, gəl ev al ki,
Deyirlər ki, yox, Ramanıdır, Kürdaxanıdır, nə bilim, Xocəsəndir, Sumqayıtdır. Uzaqdır, elə deyil. Əgər bugün qaziyə, şəhid ailəsinə həmin ərazilərdən mənzillər verilirsə, Gülnaz xanım, bugün bizim gözlənilən niyə nakorluq edirlər? Bugün təmənnasız sənə heç bir ödəniş edəmədən, sənə bu vəsait, dövlət vəsaiti hesabına bu mənzillərlə təmin olunsasa, təmirli mənzillərlə təmin olunsasa, vaxtilə Sovet dövründə biz o vaxt cəmiyyət bir təşkilat olub təbii ki, Günəşlidə də tikmişik, Hövsanda da mənzil vermişik gözlənilənlərə, Sumqayıtda da vermişik, yaşayırlar bugün Xırdalanda da vermişik. O vaxt necə bu insanlar gedib yaşayırdılar? Halbuki o vaxt şəhərin infrastrukturu bərbad vəziyyətdə idi. Metro nəqliyyatı o qədər yox idi, ictimai nəqliyyat o qədər yox idi. Hövsandan gəlib şəhərə getmək, iş yerlərinə, o vaxt burada fabrik vardı. Həmin o Sovet dövründə fabrik olmuşdu. Bu ərazidə indiki binalar tikilir. O Sovet dövründə də oradan Hövsandan durub oraya işə gəlirdi, insanlar bəhanə eləmirdi. Bugün sən cəmiyyət olaraq, cəmiyyət rəhbərliyi olaraq mən heç bir ictimai birliyin görmədiyi işləri görmüşəm. Və bunun tam məsuliyyətini mən də deyirəm. Mən yenə, baxın, İKT-yə çıxışı gözlənilənlərin Heydər Əliyev fonduna biz müraciət elədik. Allah vitse-prezidentimizə Mehriban xanıma buradan təşəkkürümü bildirirəm. İlk öncə Heydər Əliyev fondu BMT-nin rezident əlaqələndirmə komitəsi ilə İKT-yə çıxışının təmin olunması istiqamətində addımlar atıldı. 2006-cı ildə informasiya kommunikasiya texnologiyalarından gözlənilənlərin istifadə imkanlarının genişləndirilməsi ölkədə. Gözlənilənlər üçün Respublika Orta İnternet Məktəbi var Təhsil Nazirliyinin tabeliyində. O məktəbi biz xahişimizlə, halbuki bizim tabeliyimizdə deyil, Heydər Əliyev fondu Mehriban xanımın tapşırığına təmin olundu. 5 saylı xüsusi İnternet məktəbinin ərazisində musiqi məktəbi var. O məktəb təmir olundu. Bugün gözlənilən Respublika Kitabxanası var. Mədəniyyət Nazirliyinin tabeliyində vaxtilə o kitabxananı yaradan biz olmuşuq. Çünki bizim maliyyə imkanımız yoxdur onların əmək haqqlarını vermək. Ona görə dövlət qurumunun tabeliyində təbii ki, o qurumlarla biz vaxtaşırı əməkdaşlıq edib işləyirik. O qurumda 90% gözlənilənlər işləyir. Musiqi məktəbində 90% gözlənilənlər işləyir. Həmçinin, mən bilirsiniz ki, gözlənilənlər bu maşa sənədinin bunların əlində əl hissiyatları olduğuna görə, biotik, yəni o ki, yüksək, yəni hissiyat olduğuna görə, Sovet dövründə gözlənilənlərin bir masaj məktəbi vardı. Gözlənilənlər cəmiyyəti, vaxtında bu cəmiyyətin Körlər cəmiyyəti olub. Mən sonradakı bu beynəlxalq, təbii ki, statuslara uyğun olan bu cəmiyyətin adını dəyişdirdim ki, Körlər biraz təbii ki, düzgün adlandırılır. Gözlənilənlər cəmiyyəti, ictimai birliyi etdik bu cəmiyyəti. Oranı bitirən insanlar var idi. Təbii ki, səhiyyədə yeni islahatlar gedirdi və deyirdilər ki, vaxtilə o diplomlar verilib sizə tanınmır. Bir çox insanları işdən kənarlaşdırırdılar. Mən bu Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi bu qurumlarla bəlkə də 3 il, 4 il mübarizədə aparmışam, əməkdaşlıq da eləmişəm. Sonda nail oldu ki, bir sayılı tibb kollecinin nəzdində sağ olsun, o vaxt ki, deyək ki, Misir müəllimi idi, Səhiyyə Naziri rəhmətli Şirəliyev, o vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Füzuli Ələkbərov idi, səhv edirəm, 10 dövründə və Maliyyə Nazirliyi bütün bu nazirliklərin rəyini alaraq Rusiyada belə bir modelin olduğunu biz əsas gətirdik ki, belə bir model var. Bir sayılı tibb kolleci nəzdində biz tibb kolleci dövlətindir də, yəni birbaşa. Orada kvota aldıq. Tələbə qəbulu komissiyası tərəfindən də orada imtahanlar aparır. Hər il 25-30 nəfər qutarır. Onlar bu günləri təbibin bütün müəssisələrində işlə təmin edirlər. Hətta iş çətinliyi olan da müraciət edir. Biz onlarla məktublar yazırıq, əlaqələndiririk, işlə təmin olunurlar. Gücümüz çatana qədər də. Təbii ki, bugün ölkədə işsizlik səviyyəsi var. Sağlam adamlar iş tapa bilmirlər. İndi biz bütün işsiz olan gözlənilənləri də işlə təmin edə bilməliyik. Pedaqoji sahədə çalışırlar, masajçı sahəsində çalışırlar, mədəniyyət sahəsində çalışırlar, digər sahələrdə çalışırlar, öz istedadlı gözlənilənlər, layihələr həyata keçirdirlər, biz onlara dəstək veririk. Və İşıqlı Dünya layihəsi var, bir gənc oğlan var, Elnar.
Hər zaman bax gəlirlər, gənclər, müəllim filan bizim layihəmiz var, filan bizə dəstək lazımdır, gücüm çatan qədər mən hər zaman dəstək göstərirəm. Kimsə deyə bilməz ki, bugün Gözlənilən Cəmiyyəti hər hansı böyük qrant layihələri alıb. Hər hansı bir dövlətdən vəsait alıb. Təyinatı üzrə bunlar xərclənməyib. Bugün artıq görürlərlə, dəfələrlə bu cəmiyyətdə söylənən fikirlərlə bağlı, halbuki qeyri-hökumət təşkilat olmalı yoxlamalar aparılıb. Prokurorluq, digər o, daxili işlər, yoxlamayan bir təşkilat qalmıyor bu təşkilatı. Və təbii ki, gəlib görürlər o insanlar ki, bunların söylədiyi fikirlərdə heç bir hüquqi əsas yoxdur. İndi bəzi insanlar var, bilirlər ki, vaxtilə bunların iddialarına əsasən bu araşdırmalar aparılır cəmiyyətdə və bunlara müvafiq cavablar da verilib ki, sizin oradakı Ay Səmiyər Abdullayev cəmiyyətin əmlakını dağıtdı, satdı, güya bu evləri kənar şəxslərə verdi, heç bir aidiyyəti olmayan şəxslərə verdi. Axı orada bir sübut yoxdur. Biz araşdırırıq, görürük ki, burada heç bir əsas yoxdur. Bu adam tam qanunvericiliyə uyğun olaraq hərəkət edib, addım atıb. Ola bilər, bəzən bir əlin hüququ pozula da bilər. Mən demirəm. Qüsursuz iş yoxdur. Yəni, təbii ki, qüsursuz iş yoxdur. Bəlkə də unuda bilərik. İnsandır da. İnsanız, bütün günü yoruluruq. Xüsusilə də çətin, stres bir şəraitdə çalışırıq. Çətin insanlarla çalışırıq. Bugün normal insanlarla idarə eləmək daha çətinləşib. Bəlkə əlilliyi olan insanlarla işləmək, ixtisaslaşmış insanlar olmalıdır, xüsusi psixologiyalarını bilən insanlar olmalıdır, həssas insanlardır, mən başa düşürəm. Bugün də çalışır ki, bu məsələ öz həllini tapsın. Ancaq gedib, ya Gözlənilən Cəmiyyətlə, ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təzyiq göstərərək bu məsələlərə bu yolla nail olmaq, bu yol verilməz bir şeydir, Gülnaz xanım. Bugün məsələlər hər şey hüquqi müstəvidə həll olunmalıdır. Əgər bu sərəncam varsa, o şəxslərin də hamısı sənədləri qəbul edilib sosial xidmətlərdə, komissiyadan da keçirilib, mənzilləri də təyin olunub ki, ərəyə neçə mənzillər var, bir ikisi var ki, aparıb sənədlərini vermir. Orada Şahin Əliyevdir, səhv edilməm familiyası. Deyirəm ki, sənə 3 otaqlı mənzil düşür. Hələ mənzillər Kürdaxanda, Ramanıda, Xocasanda paylayanda bunu çağırdım ki, get apar sənədləri, sənə 3 otaqlı düşür. Bizdə 3 otaqlı mənzil yoxdur Şahin. Bizə verilən otaqlar 1-2 otaqlıdır. Nərimanovda verilib bizə 32 mənzil və müqavilədə olub. Digər ərazilərində də, şirkətin digər ərazilərindən də 32, orada da 25 mənzildə digər ərazilərdən verilib. Orada da dedim ki, Şahin, 3 otaq yoxdur bala. Get sən sənədini ver, sosial xidmətlərdən nə qədər hələ Sumqayıt zad yox idi. Get burada, bax gözdən əlillər alıblar, yaşayırlar, rahatdır. Burada qazilər də yaşayır, şəhid ailələr də yaşayır. Hər cür şəraitlə təmin olunmuş mənzillərdir. Yox, bunlar İsrailindəki dəmirdir. Baxın, bütün əlilləri biz Nərimanovda mənzilinə təmin eləmək imkanımız yoxdur. Birinci elə bir geniş ərazimiz yoxdur. Ki, nə ərazi vardı, artıq bu ərazilərdə tikilib, başa çatıb, bizim elə bir mənzil fondumuz da yoxdur. Məsələn, orada Fərhadov Bəxtiyar var. Mənzil alıb bu şəxs. Bir il yaşayandan sonra gedir mənzili qaytarır ki... Niyə? Yox, bura mənim yoldaşım deyir ki, bura uzaqdır, biz burada yaşamırıq. Nə uzaqlığı var? Bu günləri həmin bu mənzillər Ramanıdır, Kürdaxanıdır. Bu cəmiyyətin ofisindən 11 kilometr məsafədə yerləşir, 12 kilometr məsafədə. Bugün şəhərin özürlüsü ki, nəqliyyat infrastrukturu inkişaf edib. Artıq şəhər genişlənir, yeni metro stansiyaları tikilir. Yəni, bu sizin üçün bütün müəssər imkanlar orada yaradılıbsa, niyə siz bunlardan imtina edirsiniz? Düzdür, bəziləri var ki, deyir ki, müəllim, bizi hardan verirlərsə versinlər, ancaq bizim problemimiz həll olsun. Mən də söyləyirəm ki, narahat olmayın. Cəmiyyət olaraq təbii ki, biz başa düşürük sizin vəziyyətinizi. Ancaq bu yol deyil. Kimsə təhqirləməklə. Sumqayıtda 1-2 otaq var idi, paylandı, yoxdur. Bir otaq yox idi, 2 otaqlar vardı, paylandı. İndi yeni, bilirsiniz ki, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında 3-4 otaqlılara tələbat az olduğuna görə, əsas 1-2 otaqlara tələbat olduğuna görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Nazirliyi tender vasitəsilə həmin o 3-4 otaqlı mənzilləri satır. Satdıqca da 1-2 otaqlı mənzillər alınaraq, müvafiq şirkətlərlə danışıqlar aparırlar, Mənzil İnşaat Agentliyidir, digər qurumlardır, hansı ki, Maliyyə Nazirliyinin razılaşdırılmış qiymətlərə əsasən münasib, yəni bu mənzillər alınıb verilməlidir. Bu tender vasitəsilə də açıq hərracdan da bu mənzillər satılır. Oradan gələn vəsaitlər düzdür. Müəyyən bir vəsait gəlib ilkin olaraq qazi və şəhid ailələrinə Hövsan qəsəbəsindən Midanın, Mənzil İnşaat Agentliyi tikdiyi binalardan
40'a yaxın qaziyə, şəhid ailəsinə ev verilir. Yaxşı, təbii ki, birinci qazi və şəhid ailəsi bizim üçün bizdən üstündür bu kateqoriya. Hamımızın qohumunda, əqrəbəsində şəhid olan var, qazi olan var. Heç kim bundan sığortalanmıyor. İndi sizin də bu ilin axırına qədər bu məsələnin həlli yolunu tapacaq da. Yəni bunu hay ictimailəşdirək, məhkəməyə verək, məhkəməyə təsir göstərək. Tələsirlər. Bilirsiniz, bu yol verilməzdir. Heç olmasa bu görülən işlərə kölgə salmaq lazım deyil. Bugün ölkədə nə qədər əlil cəmiyyətlər var. Görün görün nə layihələr işte. Bugün VUF 13 keçirilir. Bəli. Ölkədə müəssər imkanların yaradılması üçün bilirsiniz ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2006-cı ildə qəbul etdiyi əlilliyi olan insanların konvensiyasında 2008-ci ildə ilk qoşulan ölkələrdən biridir. Məqsəd nədir? Bugün şəhərin müəssər imkanları olmalıdır, maneəsiz bir şəhər olmalıdır. Bugün o qlobal VUF 13 forumunun Azərbaycanda, şəhər salımı forumunun Azərbaycanda keçirilməsi elə belə deyil. Bu çox böyük yüksək səviyyədə təşkil olunmuş bir tədbirdir. Bu tədbirlərdən də biri inklüziv imkanların yaradılmasıdır. İnklüziv imkanların əlilliyi olan şəxslər üçün yaradılmasıdır. Biz də bugün gördüyünüz, bax sizə təqdim elədim o maketi ki, biz həmin tədbirdə iştirak edirik və göstərir ki, ölkəmizdə bu işlər görülür. Bugün metro stansiyalarında görürsünüz ki, artıq o taktil döşəmələr var. Digər dayanacaqlarda, ölkədə artıq səsli işıq borularının qurulmasına başlanılıb. Ümumiyyətlə, yenidən bütün işıq borular qurulacaq, ölkədə problemlər var. Dövlət Yol Polisi ilə bu yaxınlarda müraciət edildi. Dedilər ki, yeni bu 13-dən sonra bütün işıq borular yenidən qurulacaq şəhərdə. Çünki müəyyən bugünkü tələblərə cavab vermir. Səsli işıq borularının biz bu günləri bir təşkilat olaraq deyirik ki, bu insanlar hər hansı bir problemlə üzləşməməlidir. Əgər bugün ölkəmizdə Azərbaycanın bugün iqtisadi inkişafı, potensialı regionda, dünyada Azərbaycanın bu cür yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməsi bu çox önəmlidir. Bugün bu inklüziv cəmiyyətə bu insanların inklüziv imkanların yaradılması, inteqrasiya olmaları istiqamətində cəmiyyət olaraq biz dövlət və qeyri-dövlət qurumları, beynəlxalq təşkilatlarla, təcrübəsi olan insanlarla əməkdaşlıq edirik. Ölkəmizə töhfə veririk ki, ölkədə bax bu olmalıdır. Təbii ki, heç bir məmur deyə, universal şey ki, ola bilər ki, başı çıxmır. Gedirik, izah edirik. Məsələn, Mərkəzi Bankla bunların kredit verilməsi ilə bağlı, kartların verilməsi ilə bağlı problemləri var. Gedib Mərkəzi Bankın rəhbərliyi ilə görüşmüşük. Və bu problemləri qaldırmışıq ki, bu problemlər var. Təhsil Nazirliyinə qoyuruq ki, siz məsələn bu problemlər var. Bugün bu insanlar üçün Mədəniyyət Nazirliyinin qarşısında qoyuruq ki, bu insanlar tək bu məktəbdə işləməməlidir. Axı qutarırlar konservatoriyanı, Asif Zeynalını, digər məktəblərdə də, musiqi məktəblərində inklüziv imkanlar yaradın ki, bu insanlar işləsin. Artıq keçən 14 nəfər, 15 nəfəri digər musiqi məktəbləri Mədəniyyət Nazirliyi tərəfindən götürülüb. Bunu necə qiymətləndirmək olmaz? Axı bu cəmiyyət tərəfindən vaxtaşırı qaldırılan problemlərdir. Bugün mən nə məmuruyam ki, hansı korrupsiyanerəm ki, mən hansı mülklərin sahibiyəm gətirib qoysunlar, haranı mənim istəyib dağıtmışam, nə bir xidməti maşınım yox. Bu boyda cəmiyyətin rəhbəriyəm. Bəli, mən var, niyə qeyri-hökumət təşkilatlar var, maliyyə da alırlar, imkanları da var, hər şeylər də var. Siz niyə qrant vermirlər sizə? Yəni, məsələ burasındadır ki, biz başa düşürük ki, bugün bax bu mənzilin verilməsi ən böyük xidmətdir. Bugün bu iş yerlərinin yaradılması ən böyük xidmətdir. Çalışırıq vaxtaşırı müəyyən nazirliklərdə də müəyyən inklüziv o imkanların yaradılması üçün müraciətlər edirik və VUF 13-də bu saat bizim 250-miz çalışır. Təşkilat komitəsində. Bizim müraciətimizə əsasən Şəhər Salma Komitəsi tərəfindən işə götürülüblər. Və COP29-da işə götürmüşlər. Yəni o inklüziv imkanların tətbiq olunması, bu insanlar daha müəssər o geniş informasiyalı məlumatlıdırlar. Vaxtaşırı yəni bu tədbirlərdə təmsil olunuruq. Axı siz kiminsə diktəsi ilə sizi bu gün qızışdırıb cəmiyyət üzərində hər hansı bir dövlət qurum, MTK Əmək Nazirliyinin Sosial Xidmətlər Agentliyinin üzərinə göndərirlər, digər dövlət qurumlarına göndərirlər. Bu insanlar o qədər yararlanırlar ki, bu təşkilatda. Bugün məndən elə tələblər irəli sürürlər ki, özləri kənarda dayanıb bu uşaqlara, mənim bu insanlardan heç bir narazılığım yox. İnsandırlar, başa düşürəm. Ancaq heç kimin diktəsinə getməsinlər.
Elə zaman olub ki, Gülnaz xanım, mən sizlə açıq söhbət edirəm. Çünki siz həqiqətən jurnalistika sahəsində sizin o peşəkarlığınız mənim həmişə diqqət mərkəzimdə olub. Qızışdırırlar gözlənilirləri, bizə tələblər qoyurlar, bizə də deyirlər ki, bunları yola verginə, azad verginə, sonra çəkilirlər, dururlar qıraqda, o insanlar qalır cəmiyyətlə üzbəyüzə, özləri çəkilib durub qıraqda. Axı, bu olmaz. İnsan həyatda bir dəfə yaşayırsa, ləyaqətlə yaşamalıdır həyatını. Əlil olursan, sağlam insan olursan, bugün əlil deyilən bir şey yoxdur. İnsanın əqli cəhətdən əlilliyi ola bilər. Fiziki məhdudiyyətli insanlar var ki, bugünlər bizim cəmiyyətdə heç sağlam insanların görə bilmədiyi işləri görür. Xüsusilə informasiya kommunikasiya texnologiyaları sahəsində çox ciddi işlər görürlər. O uşaqları biz vaxtaşırı görüşürük. Bizə potensial qüvvəni çalışırıq ki, ətrafımızda birləşdirək. Neynəyək, indi təhsil olmayan, biraz təhsil etsək düşən insanlar da var da. Yəni ki, bugün biz demirik ki, bizim fəaliyyətimiz %100 hər şey şəffafdır. Ola bilər bizdə də hər hansı bir problem ola bilər, bir çatışmamazlıq ola bilər. Bugün o bir dövlət qurumuna gəlsin, görün nə qədər çatışmamazlıqlar var. Doğrudur. Mən həmişə öz vicdanımla bu cəmiyyətə xidmət eləmişəm. Mən bayaq dedim, neçə dəfə yoxlamalar aparılıb bu cəmiyyətdə. Halbuki qeyri-hökumət təşkilatları haqqında qanun əsasında qeyri-hökumət təşkilatına yəni müdaxilə o dərəcədə olmamalıdır da. Bir status var qeyri-hökumət təşkilatı. Mən bircə təşkilatı deyirəm ki, gəlib Məclis Havan Palatası yoxlasın, digər qurum yoxlasın. Siz görsəz vaxtaşırı yoxlamalar aparılır, nə bu qurumlarda yeyintilər, zatlar çıxır. Bunu hamısı mediada zat da işıqlandırır. Hesab Palatası da işıqlandırır. Yəni buna baxmayaraq biz bunu mən yenə son olaraq onu bəyan edirəm ki, Gülnaz xanım. Bu mənzil məsələləri bu cür yollarla həll olunması deyil. Haqqı olana verilsin. Haqqı olana da mənzil də alacaq. Mən sizin media vasitəsindən deyirəm. İnşallah. Nazirlik tərəfindən də bəyan ediblər ki, ilin sonuna qədər bu insanlar mənzillə təmin olunacaq. Ancaq bu insanlar sizin vasitəsilə bir mesajım var ki, kimsə təsirinə düşməyin. Çünki o insanlar zaman-zaman bu cəmiyyətdə çox ciddi problemlər yaradıblar. Mənim üzərimdən manipulyasiya eləyib, müəyyən şantajlar eləyib, nələrsə əldə edə də biliblər. Ancaq mən bu günləri həmin insanların qarşısında dururam, deyirəm ki, siz dediyiniz olmayacaq. Sən bu cəmiyyətin əmlakını idarə edirsən, sən bunu özünki eləmək istəyirsənsə, mən buna icazə vermirəmsə, sən bu günləri başlayırsan mənə qarşı bu cür insanları səfərbər eləməyə. Bu vaxta qədər neçə ildir mənzil paylanılır da, həmin insanlar yaşayırdı orada, Keşdə qəsəbəsində, bizim bu yataqxanada. Həmişə fərdi gəliblər, demişəm, narahat olmayın, yavaş-yavaş bir-iki otaq olanlar, Sumqayıtda olanda dedim ki, Sumqayıtda var. Kim istəyirsə könüllü gelib götürə bilər. Hardasa 30-a yaxın əllər getdi, oradan aldılar 2 otaq Sumqayıtda. Öz könülləri ilə. Sumqayıt yaxşı. Bəli, bu günləri bəzi bunların içində çoxlar var ki, müəllim deyir, biz heç Nərimanovda iddia, bilir ki, Nərimanovda ev yoxdur, iddiası eləmək. Bizə mənzil verilsin, ailəmizi yığaq, bir araya gələk. Biz də deyirik ki, əlbəttə biz sizin yanınızdayıq və bunların da yanında da olacağıq. Mən həmişə belə deyiblər ki, sənə bu qədər haqsızlıq olur, o olur, bu olur, sən yenə gedirsən, can fəda edirsən, deyirəm, xeyr. Biz bu dövlətimizə xidmət edən insanlarıq, dövlətçiliyimizə xidmət edən insanlarıq. Biz şəxsi mənafe üçün heç vaxt çalışmamışıq. Çalışmışıq ki, vətəndaş cəmiyyəti, insan cəmiyyəti üçün nə xoş dəyərlər varsa onu qazanaq. İnsanlara rifahı üçün xidmət göstərək. O insanlara dəstək olar. Onların ən böyük savabı Allah tərəfindən yazılır. Bugün bir məmur, hər zaman deyirəm, olur da məmurlar da öz başkanlıq edirlər, onu edirlər, bunu edirlər. Mən həmişə deyirəm ki, bir məmurun mövqeyi ümumi dövlət siyasətinin idarə olunması siyasətinə gətirib çıxarda bilməz. Məmurdur da, bilmir, sahəni düzgün araşdırmır, düzgün aparmır, olub, getmişəm, görüş keçirmişəm. Məsələn, narazı çıxmışam, demişəm, siz yanlış deyirsiniz, belə olmalıdır, elə olmalıdır, başa salmışam. Görmüşəm ki, sonra normal ünsiyyət yaranıb, münasibətlər yaranıb. Və bu günlərdə axı siz gedirsiniz, bu hərəkətləri edirsiniz. Biz cəmiyyət olaraq, sabah sizin məsələnizi qaldıranda bizim də özümüzə söz gəlir axır. Biz imkan verməməli ki, bizim aramızda biz hamımız əlil təşkilatıq. Mehribanlıq olmalıdır, birlik olmalıdır, əl-ələ verməliyik, nə mümkünsə dövlətimizin yanında olmalıyıq.
Mən yenə deyirəm, cənab prezidentimizə, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva buradan təşəkkürümü bildirirəm. Leyla xanım Əliyeva bizim Zabrat qəsəbəsində reabilitasiya mərkəzi tikdirdik. Bizim bax layihəmizdə mənim dövrümdə tikilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tikib. Ancaq o torpağın alınmasına qədər, o layihənin tərtib olunmasına qədər hamısı cəmiyyətin xidmətləridir. Bugün yüzlərlə gözdən 50 gəz o reabilitasiya mərkəzi imkanlarından istifadə edir. Ondan çox gəncimiz orada çalışır, dövlət tərəfindən əmək haqqı alınır. Yaxşı, bunları siz baxın, görün, digər 50 kateqoriyasında olan insanlar üçün onların da haqqı var da yararlanmağa. Hər şey bizim üçün olmalı deyil ki. Və fikrimin sonunda bildirirəm ki, mən bütün söylənən fikirlərə, yəni ki, mənzillə bağlı məsələlər Gülas xanım öz həllini tapacaq. Digər məsələlər ki, Səmiyar Abdullayev nəyə satdı, dağıtdı, mağıtdı, bunlar hamısı araşdırılıb, hüquqi qiymətdə verilib. Bugün biz açığıq bütün təşkilatlara, fəaliyyətimizin araşdırılmasına da, buna baxmayaraq ki, yəni ki, bir maliyyət olmasın. İstənilən vaxtı, aparılan araşdırmalarla bağlı, mən sizi istənilən vaxtı bilirəm, zamanınız yoxdur, sənədlərlə tanış edə bilərəm. İnşallah. Yəni biz mediadan qaçan bir insanlar deyilik. O insanlara da bir böyük olaraq, çoxundan böyüyəm yaşda, bəzilərindən kiçiyəm yaşda bir tövsiyəm var ki, bu cür şeylərlə nəyəsə nail olmaq olmaz. Hər şey hörmət, bir-birinə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir. Cəmiyyət olaraq da biz sizin məsələlərinizin, o insanların məsələlərinin həll olunmasına buna baxmayaraq bizim yenə də deyirəm, o öhdəliyimiz yoxdur. Ancaq biz o daşın altına ötkilimizi veririk bu problemlərin həlli üçün. İnsandır, dəyərləndirməyib. Vaxt olub ki, insanlar olub, dəyərləndirməyib, zaman keçib gəlib həmin bu otaqda mənə deyiblər ki, Səmiyyə müəllim, təşəkkür edirik sizə. Mən bugün ailəmi yığdım bir yerə, bu problemim vardı, kömək elədiniz. Heç bizə adiyyəti olmayan problemlərlə bağlı bəzən gözlənirlər, bizə müraciət edirlər. Mən gedib onlara dəstək verirəm. Evladları ilə bağlı yaranan problemlər olur, digər problemlər olur. İnşallah ki, bu ev məsələsində də... O məsələ də öz həllini tapacaq Gülnaz xanım. Mən də gələcəm. O sərəncam deməli Nazirlər Kabineti tərəfindən verilibsə, birbaşa ölkə başçısının diqqətindədirsə, şəhid ailələrinin, qazilərin, milli qəhrəmanların və o kateqoriyaya daxil olan gözdən əlillərin 21-ci il avqustun 15-nə qədər dayanan ilkin mərhələdə tam mənzillə ilin sonuna qədər təmin olunacaq. Bu inşallah, bəli, Nazirlik tərəfindən də bildirilib. Yəni, mən bayaq dedim ki, o mənzillər satın alınmalı, digər mənzilləri satırlar. Onun əvəzində 1-2 otaqlı mənzillər alırlar, 3-4 otaqlar satırlar. Özünüz bilirsiniz ki, məcburi köçkünlər ölkədə, Qarabağda çox ciddi bugün tikinti quruculuq işləri gedir. Sürətlə köçürmə prosesləri baş verir. O mənzillər də boşaldıqca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir. Ancaq ədalətli olmaq lazımdır, düzgün olmaq lazımdır. İnsan vicdanına söykənib, öz vicdanına uyğun olaraq insanların taleyinə, onun fəaliyyətinə qiymət verməlidir. Mən başqa söz demirəm. Teşekkür edirəm. Sağ olun, sizə də təşəkkür, çox sağ olun. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, bugün müsahibim Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin, yəni qeyri-hökumət təşkilatının sədri Səmiyar Abdullayev idi. Səmiyar Abdullayev mayın 14-də Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qarşısında mənzil problemi ilə bağlı, mənzil probleminin dilə gətirən həmin gözdən əlillərin verdiyi, səsləndirdiyi fikirlərə nəinki münasibət bildirdi, həm də indi özünüz hər bir şeyi eşitdiniz ki, onların problemlərinin həll olunması istiqamətində əlindən gələni etdiyini və edəcəyini bildirdi. Mən inanıram ki, Səmiyar bəyin səmimiliyinə inanıram ki, tezliklə haqq edən hansı əlillər ki, həqiqətən onların gözdən əlillərin mənzili yoxdur. Onlar daha əvvəllər mənzil alıb bunu kiməsə verməyiblər. Onların özünün buna ehtiyacı var. Səmiyar müəllim bu şəxslərin, bu balalarımızın, bu övladlarımızın mənzillə təmin olması üçün əlindən gələni edəcək. Təşəkkür edirəm hər birinizə, bizi izlədiyinizə görə. Paylaşın və abunə olun ki, daha çox insan Azərbaycanda baş verən ictimai-siyasi hadisələri, məmur vətəndaş problemləri və ya qarşıdurması, onların həlli yollarını məhz bizdən Azad Media TV olaraq öyrənə biləsiniz.